Allah, Peygamber zamanında salavat edeyler. Allah'ım zaman ağabey salavatına biraz gelin. Ya. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qâle Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefqahu qawli. Ve lehu ma sekene fil leyli ven nehar ve huves-semî'ul alîm. İmam Rıza Aleyhisselam, Xanım Məsumə, mücəhhər ruhlarına 3 dəfə salavat. Allahumma salli ala Muhammedin ve ali Muhammed. Allahumma salli ala Muhammedin ve ali Muhammed. Allahumma salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. İnna a'teynâkel kevser. Fasalli lirabbike velhel inne şâniyeke vel abtar. Sallallahu aleyhi ve sellem. Əzizlər, bu günləri Həzrəti İmam Rıza Aleyhisselamın şəhadət günüdür. Bu münasibətlə Həzrəti İmam Zaman ağaya və sizlərə hoş sağlığı verir. Allah-u Əhl-i Beytin qatillərinə keçmişdə olub, bugün var və gələcəkdə ki olacaqla Allah lənət eləsin. Allah lənət eləsin. Bəli, əzizlər, bura müqəddəs Cəmkaran məscidi. Cəmkaran məscidi haqqında qısa olaraq bir məlumat verək. Bura Həzrəti İmam Zaman ağanın göstərişi ilə tikilən bir məsciddir. Bir var ki, məscid İmam Zaman ağanın adına olsun. Bir var ki, İmam Zaman ağa özü öz istəyi ilə bu məscidi tikilməsinə əncam verir. Bir mömin şəxsin yuxusuna gəlib, o şəxsə imam buyurub ki, mənim adıma bir məscid tikinə. O şəxs deyib, mənim imkanım yoxdur məscidin tikilməsinə. İmam buyurub ki, sən get, biz inşallah sənə öz köməkliyimizi sənin barəndə nə lazım da eləyəcəyik inşallah. O şəxs gəlir həmin bu əraziyə, bu məscidlər yox idi. Köhnədən məşəqdə olanlar görüblər, bunlar yox idi, bunlar sonradan tikilir. O 2 dənə minarə ki var, qədim bax o məsciddir. İnşallah biz namazları həmin o məscidin içində qılacaq. Bundan sonradan əlavə ondan məscid. Bəli, gəldim, gördüm ki, özür hazırdır. Zəncirlərlə özür düzəlib. Mən deyib, gəldim həmin bu yerə. Neçə dənə əlamətlər oldu, mən də onları keçirəm. Ki, insanlar bildilər ki, bu İmam-ı Zaman ağanın inayəti ilə olan bir şeydir. Cəmaat köməkliyi ilə bu məscid düzəldi və hasıl oldu. İmam-ı Zaman ağanın göstərişi ilə. Odur ki, bu məscid çox qeyri-adi bir məsciddir. Məscidlər hamısı Allahın evidir. Məscid ki, bir yerinin adı ki, məsciddir. Məscid sözü məscəd sözündən gəlir. Yəni, səcdəyə layiq olan yer. O yerin ki, adı məsciddir, Allahın evidir. Amma bu məscid qeyri-adi bir məsciddir. Düzdür məsciddir, amma İmam-ı Zaman ağanın göstərişi ilə olan bir məsciddir. Bu məsciddə çox möcüzələr baş verir. Bu məsciddə xəstə gəlib, sağlam çıxır. Xəstə gəlib, İmam-ı Zaman ağaya mütəvəssil olub, sağlam çıxır. Belə bir məsciddir. Bir nəfər şəxs olub, deyir, mən Qumda oxuyurdum, bizim Azərbaycan tələbələrindən oldu. Bir nəfər də xəstə gəlib Tehrana. Gəlib Tehrana müalicədən ötürü gəlib. Həkim deyib ki, bunun çarəsi yoxdur, aparın, bu dünyadan gedəcək. Evə də zəng olunub ki, bu artıq əl üzülüb bundan, bu da dünyadan getmək üzrədir. Evdə də hazırlıq görülüb, evi təmizləyiblər, neyniblər, şey alıblar ki, bu öləcək, cəmaat zad gələcək bu cürlə. Deyim, mən də Qum tələbəsiyəm, neçə ildir burada oxuyuram. Dedim, mən bunu aparım bir Cəmkaran məscidindən. Aparım Cəmkaran məscidindən, dua eləyək, ömrünün axırındadır da bu cürlə. Gəldim, deyir, yoldaşımla bərabər, mənə 2 nəfərik biz özümüzdə. Gəldik, daxil oldu Cəmkaran məscidinə, dedim, bax, bura İmam Zaman ağa məscidi.
İmam Zaman ağanın göstərişi nə olan bir məsciddir. Dua edəklə öz sağalmağından ötürü. Deyir, mən çıxdım, tələbə özü deyir, mən çıxdım, mənim işim vardı, bu qaldı içəridə. Bu xəstədir ki, dayı, özü də bilir ki, dünyadan gedəcək, öləcək. Başladım deyir, İmamımız Zaman ağaya mütəvəssil olmağa. Ki, ağa, mən dayı dünyadan gedirəm, mənim şəfamı istəyirəm, can şirin şey daxil. Gördüm bir nəfər şəxs gəldi, dedi ki, nə olub sənə? Niyə? Özü adımla mənə müraciət elədi ya, adımla. Onu bilək ki, İmam-ı Zaman ağanı ki, kimlər görüb bilməyiblər İmam-ı Zaman ağada, sonradan biliblər. Hər kəs İmam-ı Zaman ağana görüşüb, görüb, əvvəldən bilməyib İmam-ı Zaman ağada, sonradan bilib. Dedim, canım ağrıyır. Deyə, əlini çəkdi mənim başıma, cismimə, əzabıma. Dedi, inşallah sağalarsan, darıxma ilə, düzələrsən sən. Dedi, bunu dedi, çıxdı, getdi. Yoldaşım gəldi, deyir. Dedim ki, sən getdin, bir nəfər gəldi. O bir nəfər kim idi, bir nəfər kim idi. Mən getdim, mənim işim var idi. Buna da hələ gəlir ki, o, bunu yoldaşı göndərib məscidə. Amma ki, yoldaşı belə bir adam göndərməyib. Dedi, bir nəfər gəlmişdi, adımla mən müraciət eləmişdi. Sənin dostlarına canım dedi, xeyr, mən gəlmişəm, heç kimin xəbəri yoxdur mən buradayım. Deyir, subhanallah, o xəstəlik ki vardı məndə, şəfamı tapdım. İstəyimi aldım. Sən demə, o gələn şəxs İmam-ı Zaman ağaymış. Bəli, əzizlər, bura İmam-ı Zaman ağanın nəzəri var. İmam-ı Zaman ağa özü buyurur ki, bizim nəzərlərimiz sizin üzərinizdədir. Bizim nəzərlərimiz sizin üzərinizdədir. İmam-ı Zaman ağanın nəzəri günəşin nəzərindən də artıqdır. Əgər birdən zərrə qədər İmam-ı Zaman ağanın nəzəri olmasa bizim üzərimizdə məhv olaraq qalmasın. Yəni, Allahın dünyanı yaratdıqdan bu günə qədər yeryüzü hüccətsiz olmur. Bəli, əzizlər, bu məscidin xüsusi bir namazları var. İnşallah bir də diqqətli olsaq, mən sizin xidmətinizə bunu ərz eləyərəm inşallah. Ümumiyyətlə məscidə daxil olanda müstəhəbbidir ki, məscidə 2 rükət təhiyyət namazı qılasan. Bu hər məscidə aiddir. Ki, insan məscidə daxil olanda tapşırılır ki, 2 rükət müstəhəbbi təhiyyət namazı qılasın. Bu məscidin də 2 rükət təhiyyət namazı var. Amma biraz fərqlidir. Düzdür 2 rükətdir. Amma biraz fərqlidir. O da çətindir. İnşallah diqqət eləsək, başa düşər Allah'a kömək edir. Məscidə daxil olduq, niyyət edirik ki, təhiyyət namazı qılıram qurbətən ilallah. Niyyəti təhiyyət namazı qılır. Əgər təhiyyət kəlməsi yadımızdan çıxsa, hələ məscid namazı qılıram qurbətən ilallah da desək, kifayətdir. Bu namazın həm birinci rükətində, həm ikinci rükətində, birinci və ikinci rükətində, Fatihədən sonra, Fatihə surəsindən sonra ki, biz Qulhuvallah surəsi deyib rükuya gedirik, bu namazda birinci və ikinci rükətdə Fatihə surəsindən sonra 7 dəfə Qulhuvallah surəsini deyirik. Bax, bir dənə budur. Birinci və ikinci rükətdə Fatihə surəsindən sonra Qulhuvallah surəsi deyib, bir dəfə Qulhuvallah surəsi deyib gedir rükuya, bir dəfə deməyəcək. 7 dəfə nə edəcək? Təkrar edəcək. Qulhuvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Bir də. 7 dəfə nə edəcək? Fatihə bir dənədir ha. İxlas surəsi, Qulhuvallah surəsi nə olacaq? 7 dəfə. Həm birinci rükətdə, həm ikinci rükət nə olacaq? Təkrar olacaq. Namaz yerindədir. Fərqi budur ki, birinci və ikinci rükətlərdə Qulhuvallah surəsi nə olacaq? 7 dəfə təkrar olacaq. Namazın rükusunda və səcdələrində, məsələn, adi namazı qılanda 3 dəfə Subhanallah deyib qalxırdıq, düzdür?
və yaxud Subhana Rabbiyən azimi və bihamdih deyib neynirdi? Qalxırdı. Səcdədə məsələn Subhana Rabbiyən